rəhmət dedikdə Rəhman və Rəhim adları çox vurğulanır. Bunlar arasında fərqlər var. Biz deyirik ki, hər surənin başlanğıcında və namazımızı hər gün qılanda biz bu adları zikr edirik. Ona görə bəzən insanlara tövsiyə olunur ki, namazın sözlərinin mənalarını bilsinlər. Onları namazı qılanda mənalandıraraq qılsınlar. Çünki onda o mənəvi rahatçılıq, Allahla olan ünsiyyəti, o həzzi az da olsa hiss eləyərlər. Allahın işlətdiyi hər bir kəlmə, bir kəlməsi belə böyük bir mənaları əhatə edə bilər. Adicə Bismillahirrahmanirrahimlə ki biz başlayırıq. Allah deyir ki, biz deyirik Rəhman və Rəhim olan Allahın adıyla. Rəhman nədir? Rəhim nədir? Rəhman Allahın bu dünyada bütün məxluqatına, insan, canlı nə varsa hamısına şamil elədiyi rəhmət sifətidir. İstər ibadət əhli olsun, istər qeyri-ibadət əhli olsun. İstər Allahı tanıyan olsun, istər tanımayan olsun. İstər Allahdan istəsin, istər istəməsin. Allah kutubə aleyhir-rəhmə bir tərəfi də budur ki, yaratdığı bütün varlıqlara rəhmətlə baxır. Bir də var rəhim. Rəhim bu ümumi rəhmətdir, amma bir də var xüsusi rəhmət Allah'ın. Bu artıq hamıya aid deyil. Bunun bir hissəsi də bu dünyada, böyük bir hissəsi də ahirətdə insanlara şamil olacaq. Bu zəhmət tələb eləyir. Bu Allahın rizayətin, Allahın tapşırığına itaət tələb eləyir. Bu rəhim sifətinə şamil olmaq üçün. Bəzən insanlar səhv salır. Ruzi məsələsində ruzi vermək də Allahın rəhmətidir, sağlıq vermək də Allahın rəhmətidir. Amma bu rəhimə çox da aid olan məsələ deyil. Bu rəhman olandandır. Rəhim daxili aləmin əsasən yönələn sifətidir. İnsanın rahatçılığı, mənəvi huzuru. Ola bilər bir insan rəhim sifəti ona şamil olsun, amma var dövləti olmasın. Ola bilər bir insana Allahın rəhim sifəti şamil olsun, amma sağlığı o şəkildə də mükəmməl bir sağlığı olmasın. Rəhim sifəti maddi ölçülərlə ölçülmür. Rəhim sifəti insanın xoşbəxt, mənəvi rahatçılıq, Allahı ilə olan bircəliyin təzahür elətdirir. Amma rəhman sifəti yox. Rəhman sifəti üçün ona şamil olmaq üçün ibadətə, oruca, namaza, hər hansısa bir yaradıb verəcək. Rəhman sifətinə sahib şamil olmaq üçün Allahın yaratdığı qanunlara tabi olmaq lazımdır. Varlanmaq istəyirsən Allahın rəhman sifətindən daha çox qidalanasan, daha çox çalış. Gecə vaxtında ya gündüz işdalıca çıx, işığı planını qur. Dünyanın nizam qanunlarına, burada Allah deyir gecə gündüz rəhmətimdir, ailə həyatı rəhmətimdir, küləklər rəhmətimdir. Dünyada rəhman sifətinə şamil olmaq üçün dünyanın qayda qanunlarını, yaradılış qayda qanunları, yəni nəyim ki, hansısa konstitusiya yox, dünyanın qayda qanunları, nizam-intizam qayda qanunu, səbəb-nəticə qayda qanunu, hərəkət qayda qanunu, bunlara tabi olmaq lazımdır var dövlət qazanmaq üçün. Amma Allah burada demir, orada güvən, daxili rahatçılıq söz vermir. Var dövlətə çatasın. Amma o var dövlət sənə rəhim sifətini gətirə bilər, yox. Sağlamlığa çat. Çox insan sağlamdır, çox insan nə olsun? Amma daim dəğdəğədədir, daim narahatçılıqdadır, daim nigarançılıqdadır. Əgər o sağlamlıq məni bu həyatda yaşamağa imkan vermirsə, səbəb olmursa, o sağlamlıq da deyil. Əgər var dövlət Allahın o rəhmən sifətindən istifadə edərək mən bu dünyada həyatımı düzgün yaşayıb zövq ala bilmirəmsə,
Düzdür, maddi aləmdə bir şeylərə çatıram, amma əsl o insana lazım olan rəhimdədir. Rəhman yaradıbsa bu dünyanın nizamının, inkişafının səbəbi üçün verməlidir. Bəs bunu xülasə şəkildə bilək ki, Rəhmanla rəhimin fərqi bu 5 dənə maddədədir. Rəhman bütün məxluqatı əhatə edir, rəhim yalnız mömin və salih insanlara aiddir. Və bütün bu 5 maddənin də Quranda ayələri var. Sadəcə girmirəm ora. Rəhman dünya nemətlərinə aiddir, Rəhman sifəti. Amma rəhim axirətə və mənəvi dünyadakı mənəvi dəyərlərə daha çox şamil olur. Hə, insan ola bilər rəhim sifətinə şamil ola, həm də rəhmana çata, bəli. İnsan həm bura çatar, həm ora çatar. Amma rəhmana çatmaq üçün rəhim daxili aləmə yönələn Allahın rəhimidir. Amma rəhman xarici aləmdə olan nemətlərə yönələndir. Rəhman müvəqqətidir. Bu dünyanın bəlkə də bir hissəsində o səndə olacaq və yaxud bu dünya özü müvəqqətidir. Amma rəhim əbədidir.